Qasım dayıya halal olsun Qəmər xala. Hara gedir, səni də özündən aparır. Əşi aparır, aparmağına. Amma məni də özündən aparanda 2 qat xərcimiz çıxır da. Mənə lazımdır Qasımın sinif yoldaşının oğlunun toyu. Denən get tək otur, puluvu yazdır gəl də. İndi də toya 50 manat attın, səni söyürlər. 50 manatdan da çox attın, sonra gəlib evdə mən özümü söyürəm ki, mənə lazım idi bu boyda xərc. Qəmər xala, təkcə toy bayram olsun, pul tapılandı. Hə, tapılandı elə, tökülüb, hardan tapılacaq? Təkcə toyun pulundan qutarsa nə dərdimiz? Bu başqa xərclər də var. Geyim var, bu bəzənmə. İndi bugün sağ ol, sən bəzədin. Belə gedirsən bəzənməyə, bunun saçı var, bunun toyda bir ofisantın cibinə 2 manat qoymağı var. Sən nə qədər yol pulumuz var, o qədər pulumuz. Az çox qızartma, bu 1 avro olduq, bunu biraz azalt. Qəmər xala, götür mənim paltarlarımdan geyin. Kim nə bilir, mənimdir. Onsuz da hamı şəhərdə prakat geyinir. Düz deyirsən. Doğrudan geyinə bilərəm sənin paltarından. Yaxşı deyir. Sən o Şəhlan qızın toyuna geyindiyin paltarın vardı, ha qırmızı, o durur. Yox, onu başqasından götürmüşdüm. Sən də elə məli kimi başqasından götürürsən. Nəyin var bəs? Birazdan gələrsən, baxarsan. Hansını istəyirsən, götürərsən, geyinərsən. Doğrudan. Elmi olar da sənin paltarların. Hə, olar. Всё. Paltarım düzəldi. İndi qaldı görək o biri xərcdə. Çox şey eləməyi, mənim yaşıma, başıma yaraşmaz. Biraz. Qasım sonra məni kəsər, deyər, quş qoyma.